Dəyərli izləyicilərimiz, təqdim edəcəyim ev Zabrat bir qəsəbəsində yerləşir. 307 nömrəli məktəbin yerləşdiyi ərazidədir. Bu evdə yaşayan müştəri uşağını piyada məktəbə apara biləcək. Demək olar ki, qapısı kimi asfalt, mərkəzi kanalizasiya sistemi. Evin də, torpağında çıxarışı, xüsusi mülkiyyət, fərdi yaşayış məntəqələri təyinatlı, çıxarışdır, kupça, paket, kupça. 2 sot yarımın içində 5 daş kürsüdə dairə evi, qoşadaş, üstü də kəmərlidir. Ev 4 otaqdan ibarətdir, 120 kvadrata yaxındır. Qiymət 125 min manatdır və təbii ki, real müştəriyə evyəs tərəfindən indirim olacaq. Evin girəcək hissəsi keramika, döşənən hər bir hissə istipoldur. Girən kimi sağda geniş qonaq otağı, qazı, suyu, işığı hamısı çəkilib, sayğaçlar qoyulub, təkərlə mərkəzi kanalizasiya sistemidir. Mətbəxi də istipoldur, burada kollektor sistemi xətləri və balkondan çıxışı var. Ümumilikdə 4 otaqdan ibarətdir. Evin ən kiçik yataq otağı, hansı ki, uşaq otağı üçün nəzərdə tutulub. Yenə növbəti yataq otağı, üzr istəyirəm, sanitar qovşağı, sanuzel ikisi bir yerdədir, istipoldur. Aksesuar, bəzi aksesuar qoyulub və kabin üçün yerdə nəzərdə tutulub. Dünənki video yazıblar ki, sən hələ də öskürürsən. Öskürüm, oku, kommentar. Nəyi? Çəkdik. Qonaq otağı arkadır. Və qonşunun zaboru ilə mağa yaxınlaşdı göstər. Kifayət qədər məsafəsi var. Özə görsünüz, hündürə qaldırılıb ki, yataq otaqları, hər iki yataq otağı və burada da qonşu buranı görməsin, belə deyək. Qonşu niyə baxsın, yataq otağına da ümumiyyətlə. Belə əzlərim, qiymət 125 min manatdır, real müştəriyə təbii ki, indirim olacaq. İpoteka ilə tam yararlıdır. Videonun sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.